Salam aleykum, hər vaxtınız xeyir olsun. Bugün kəpəkli çörək hazırlayacağam. Əvvəlcədən maya hazırlamışam. Duzu əlavə edirəm. Bir balaca da ağ un vurmuşam. Bax belə. Bura su tökürük biraz. Çörəyimiz mayalanana qədər qovurması hazırlayacağıq. Su filtri haqqında danışmaq istəyirəm. Telefon nömrəsində qeyd etmək istəyirəm. Yeni su filtri çıxıb ki, filtrlər 5 növ filtrdir. Treka necə tükənirsə, o üslubda tükəndiyində azalır və görsənir və sizlər su filtrinin dəyişilməsini görürsünüz. Qiyməti büdcəyə uyğundur. Əti sümükdən biraz ayırın. O daha yaxşıdır. Dostlar, əti 55 dərəcə filan temperaturda su ilə yudum. Ağzını örtürəm, su əlavə etmirəm. Mayalandı. Gəl yaxına, bax, bu markadan istifadə edirəm. Bax, həmirimiz isə tam şəkildə, bax, görürsünüz, necə mayalandı. Bu şəkildə.